Dostlar, budur əsl məhəbbət. Əsl sevgi. Və bəli, könüllülər, bu uşaq... Deməli, bu uşaqla heç biz bir-birimiz dilimizi də bilmirik. Sadəcə mən bu uşağın valideynlərinə yemək, bunlara getdiyimə görə bu uşaq məni tanıyır. Bizim işə gələndə heç qucağımdan da düşmüş. Baxın. Şirindir, şirin. Gördünüz? Bu şəkildə insanlara veririk yeməkləri. Xudahafiz. Bu şəkildə insanlara yemək veririk. Kimin gəliri azdır, gəlib bizim işdən yemək götürürlər. Əsas odur ki, oğurluq eləməsinlər, evlərində ac yatmasınlar, ömürləri uzansın. Beləliklə dostlar, Avropada könüllü. Güman edirəm ki, belə şey nə vaxtsa bizim vətənimizə də gəlib çıxacaq. Yemək, içmək, salatlar, süt, un. Mən artıq bir neçə videom var, keçib baxa bilərsiniz. Çiyələkdən beləsinə verilir. Kartof, salat, cürəbəcür, ət, balıq. Bir insanın həftəyə nə yeməlidir ki, bədənindəki vitaminlər mübadiləsi normal olsun və ömrü uzun olsun. Budur dostlar, qayğı. Dostlar belə. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Hər kəs Allah'a amanında. Karina ve Veysi. Karina'nın pirçoskasına bak. Papa, mais il veut pas tresser comme nous, hein. Ha. Karina gör nə gözəldir pirçoskası. Karina dur. Bəh. Əsl Afrikan stilidir bu. Merci madame. Il faut. Merci mademoiselle. Merci mademoiselle. Gözəldilər bunlar da. Doğrudan. Dindilər hətta. İsmail Bey kucağa götürün Müslüman idi. Ha. Başladı.